Keçmişdə Xəzər dənizində üzən Suraxanı gəmisi neft daşımaları ilə bağlı idi. Bugün isə mədəni irsimizi yaşadan muzey kimi fəaliyyət göstərir. Suraxanı tankeri 1957-ci ildə inşa edilib və uzun illər Xəzər dənizində neft tankeri kimi fəaliyyət göstərib. 2021-ci ildə isə təmir edilərək dünyadakı ilk tanker muzeyə çevrildi. Bura Suraxanı Gəmi Muzeyinin girişidir və təbii ki, bizi gəminin kapitanı qarşılayır. Salam, Suraxanı Gəmi Muzeyə xoş gəlmişsiniz. Biz hazırda Suraxanı Gəmi Muzeyinin naviqasiya və kommunikasiya zalındayıq. Adından da göründüyü kimi bu zal dənizçilik, gəmiçilik sahəsində naviqasiya və kommunikasiya həsr edilib. Biz masamızda Xəzər dənizində gəminin Bakı limanından çıxmağı anından bütün səfər boyu keçdiyi proseslər, naviqasiya prosesləri öz əksini tapmışdır. Eyni zamanda masanın üzərində siz ulduz səmasını görürsünüz. Bu ulduzların düzülüşü Xəzər dənizi üzərində məhz 1918-ci ildə 28 may tarixində bu formada olmuşdur. Yəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü. Ümumiyyətlə, gəmiçilikdə siqnal bayraqları anlayışı var. Bu siqnal bayraqları ayrı-ayrılıqda hansısa mesajı və yaxud bir hərfi özündə əks elətdirir. Günüz vaxtlarında dənizçilər həm də bayraqları qaldırmaqla digər gəmiyə bir mesaj ötürürlər. Biz hazırda maşın şöbəsindəyik. Burada gəminin ürəyi olan baş nasos, yardımçı nasos və digər yardımçı qurğuları görə bilərik. Bunu da diqqətinizə çatdırım ki, buradakı bütün qurğular qədim dövrü əks etdirir. Suraxanı Gəmi Muzeyinin ümumilikdə 10 zalı fəaliyyət göstərir ki, bu zallar da mövzu etibarı ilə müxtəlif mövzular özündə əks elətdirir. Önündə durduğumuz bu maket isə Suraxanı Gəmi Muzeyinin maketidir. Model 100% etibarı ilə muzeyi özündə təkrarlayır. Burada istər muzeyimizin gövdə hissəsi, daxili hissələr maraqlı formada əks olunub. Burada isə günümüzün dənizi əfsanələri installasiyasını görürsünüz. Üst yarusda Xəzərdə üzən və Azərbaycana məxsus unikal gəmilərin maketləri sərgilənir. O cümlədən Bakı Gəmi Qayırma Zavodunda inşa edilən Xankəndi gəmisinin maketini görürsünüz. SCB-1 barjı Xəzərdə ən iri və unikal barjadır bu və Xəzərin neft-qaz hasilatında istismar edilir. Muzeydə gəmiçiliyin tarixi və dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış ola bilərsiniz. Nilufər Əlirzayeva, Əli Abbaslı, Səhər Çağı.